Sadəcə bir gün birinə toxunmaq istəyirik. O da möminlərin anası Ayşə radiyallahu anhə. Ki, ən çox sevilən və ən çox itham olunan sahabidir, Peyğəmbər sallallahu aleyhi ve sellem qadınıdır. Və Ayşə radiyallahu anhə deməli, Əbu Bakır ibn-i Əbi Quhafənin qızı idi. Anasının adı da Ümmü Rumən binti Amir İbn-i Uvaymir Əl-Kinaniyyə. Anasının adı Ümmü Rumman idi. Peyğəmbər sallallahu aleyhi ve sellem peyğəmbərlik veriləndən sonra 4 və ya 5-ci ildə Peyğəmbər sallallahu aleyhi ve sellem peyğəmbərlik verilən vaxtdan 4 və ya 5 il sonra dünyaya gəlir. Ayşə, möminlərin anası. Və Peyğəmbər sallallahu aleyhi ve sellem onunla evlənməmişdən qabaq yuxuda görür. Və deyir ki, necə hədis Əbu Davudda gəlib, deyir Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yuxuda gördüm ki, Cəbrail gətirdi, Ayşənin şəklini mənə göstərdi. Və dedi ki, bu sənin dünyada və axirətdə zövcən olacaq. Dünya və axirətdə. Və həmçinin bu qadın, yəni möminlərin anası seçilirdi, məsələn, xeyirxah işlər çox görürdü, yaxşı işlər. Həmçinin sahabələrin içində, qadın sahabələrin içində, xüsusən də zövcələrin arasında elmli idi. Hətta kişi sahabilər gəlirdi, pərdə arxasından ondan sual verirdilər, soruşurdular. O ki, qaldı qadınlar. Yəni, seçilirdi. Hətta qadınların içində. Və Peyğəmbər sallallahu aleyhi ve sellem onun barədə də kifayət qədər hədislər deyib, onun fəziləti barədə. Və məsələn, möminlərin anası Ayşə radiyallahu anhən fəzilətlərindən Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün dedi ki, Cəbrail sənə salam dedi. Dedi, Əssəlamu aleykum. Cəbrail. Ayşə radiyallahu anhə də dedi ki, və aleykumussalam və rəhmətullah. Buxari Müslim rivayət edib. Və həmçinin qardaşlar fəzilətlərindən bəzi ayələrin nazil olmağına, bəzi məsələlərin nazil olmağına səbəb olub. Və məsələn, Əsma radiyallahu anhədə boyunbağı almışdı. Boyunbağını itirir. Peyğəmbər sallallahu aleyhi ve sellem bir-iki sahabini yollayır ki, tapsınlar. Onlar gedəndə tapamağa, namaz vaxtı gəlir, su da tapılmır. Təyəmmüm hələm nazil olmamışdı. Təyəmmümün hökmü. Ayə nazil olmamışdı. Onlar bilmirlər neynəsinlər sahabələr, namaz hələ qılırlar dastamazsız. Təyəmmüm yoxdur ayə. Və qılandan sonra tapırlar və gəlirlər Peyğəmbər sallallahu aleyhi ve sellem yanına və deyirlər ki, ya Rasulullah, belə bir hadisə oldu, su olmadı, dastamaz alamağa imkan olmadı, hələ də qıldıq. Nazir olur təyəmmüm ayəsi. Nazir olur. Təyəmmüm ayəsi nazir olur. Yəni, möminlərin anası yəni, səbəb olub. Ona görə Useyd ibn Hudeyr gəlir, deyir ki, Ayşəyə radiyallahu anhə ki, Allah səni xeyirlə mükafatlandırsın. Deyir, əlhamdülillah, deyir, sən səbəb olmasaydın, deyir, bu ayə nazil olmayacaqdı. Əlhamdülillah, Allah Teala həmişə sən çətinliyə düşəndə, Allah Teala həm səni o çətinlikdən gözəl çıxardır və həmçində müsəlmanlara bərəkət olur, xeyir olur. Yəni, onunla biz təyəmmümün əhkamını öyrəndik. Buxari Müslim rivayət edib. Həmçinin Ənəs ibn Məlik radiyallahu anhudan gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, Ayşəni o birisi öz yoldaşlarına müqayisə eləyib, deyib ki, Ayşə radiyallahu anhə elə bil ki, xoreydə duzdur. Yəni, Ayşəsiz elə bil ki, xorey duzsuzdur, ləzzəti yoxdur. Buxari, Müslim rivayət edib. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem ona qarşı sevgini gizlətmirdi. Bir gün gəlib dedi ki, biri, ya Rasulallah, sənə ən sevimli adam kimdir? Dedi, Ayşə. Dedi ki, o kişilərdən. Dedi, atası. Gizlətmirdi sevgini ona. Dedi, Ayşəni sevirəm.
Dedi, Ayşəni sevirəm. Buxari, Muslim rivayət edib. Həmçinin Muslimdə, başqa rivayətdə, həmçinin Buxaridə də buna oxşar bir rivayət var. Deyir ki, hətta Peyğəmbər sallallahu aleyhi ve sellem Ömər bin Xattabın qaynanasına, Fatıma radiyallahu anhaya deyir ki, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem öz qızına Fatımaya deyir ki, ya qızım, sən mən sevən adamları sevirsən? Fatıma radiyallahu anhə də deyir ki, əlbəttə ya ata. Deyir, onda onu sevginlə, Ayşəni. Müslim rivayət edib səhihdir. Həmçinin sevgisi ona qarşı bağlılığı, istəməyi onunla daima bir yerdə olmağı, o vaxt görsənir ki, elə ki, ölüm artıq xəstəliyinə düşür, qadınların birinin evində olur. Ağır olur vəziyyəti. Qadınlarına halallıq alır. Deyir ki, aparın mənə Ayşənin evinə. Gətirirlər Ayşə radiyallahu anhə evinə. Hələ orada da vəfat edir. Orada da Ayşənin evində dəfn olunur. Çünki Peyğəmbərlər harada ölür, orada bastırırlar. Çünki Peyğəmbər sallallahu vəfat eləyəndə sahabələr qaldılar ki, belə harada dəfinləyək? Bəziləri Məkkədə, bəziləri başqa rəylər oldu. Bəqidə. Əbu Bakır dedi ki, mən eşitdim ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, Peyğəmbərlər harada ölür, orada dəfinləyirlər. Hələ orada dəfinləyirlər. Evdə balaca idi, bizim evlər kimi də öldü. 10-15 otaq, neçə mərtəbə və s. Balaca bir də Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, hərdən səcdə gedəndə Ayşə radiyallahu anh ayağını çəkirdim belə. Həm balaca idi. Və dəfinləyirlər orada. Sonra Əbu Bakır, birinci xəlifə, Əmir-el-Müminin öləndə, onu da dəfinləyirlər yanında. Üçüncü yer balaca idi, 3 dənə qəbir girirdi. Üçüncü yeri Ayşə müminlərin anası özünə saxlamışdı. Evidir, haqqı da var. Ömər yaralanında bir-iki dənə istəyi var idi. Bir dənə də istəyi o idi ki, dedi ki, Peyğəmbər Ayşə müminlərin anasına icazə alın, mənə icazə versinlər, orada dəfinləsinlər. O 2 nəfərin yanında. Gedirlər, deyirlər ki, Ayşə radiyallahu anh müminlərin anası, Ömər, Əmir-el-Müminin xəlifə belə istəyir. Deyir ki, icazə verirəm, gətirin dəfinlin orada. Qıtardı. Yanındadır indi də. İkisi də yanındadır. Necə sağlığında, ikisi də öləndən sonra da yanındadır. Və ona görə Ayşə radiyallahu anh, əlhəmdülə, həmçinin Ayşə radiyallahu anh ayələr var. O vaxt ki, ittiham eləmişdilər onu, münafiqlər şişirtmişdilər söhbəti. İttiham eləmişdilər. Sonra ayə nazil oldu. Nur surəsi təxminən 10-cu ayədən 21-25-ci ayəyəcən bir dənə oxu ayəni, o surəni. Nur surəsi, Nur. Orada nə deyir? Orada deyir ki, Ayşə təmizdir. Ayşə radiyallahu anhə təmizdir. O ittihamı eləyənlərsə səhv eləyiblər, münafiqlərdir və səhv eləyiblər. Ona görə Ayşə radiyallahu anhə deyir ki, 2 nəfəri səmadan, 2 dənə qadın üçün səmadan gəlib ki, təmizdir. Biri İsa'nın anası Məryəm, ikinci mən. Allah şahidlik edib ki, onlar təmizdir. Vallahi bir eləsi var ki, çıxır deyir ki, Ayşə radiyallahu anh təmiz deyil. Allah-u ekber. Gör, nə gündə də o. Ən azından Peyğəmbər sallallahu aleyhi ve sellem zövcəsidir. Sən nə cürətlə ona dil uzadırsan. Və qiyamət gündə fikirləşirsən ki, hovuzuna gələndə Peyğəmbər sallallahu aleyhi ve sellemin o istidə hovuzundan sənə qoyacaqlar su içməyə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyəcək, gəl bura, maşallah, mənim yoldaşım da ancaq yaxşı danışmısan. Kişi adamsan sən. Belə kişi ola. Ona görə qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem qarşısında bizim
boynumuzda olan haqlardan onun ailəsini qorumaq şərəfin. Onun ailəsindən pis danışmaq olmaz. Bu haqlardandır boynumuzda. Və möminlərin anası Ayşə radiyallahu anhə hicrətin 57-ci ilində vəfat eləyir və təxminən 63 yaşda. 63 yaşdan biraz çox. Peyğəmbər sallallahu əleyhi və səlləm 63 yaş yaşayıb. Əbu Bəkir də 63. Ömər də, Əli də. Subhanallah. Bir dənə Osman. 90-a yaxındır. Ayşə də 63 təxminən. Və Bəqidə dəfinləyiblər. Bəqidə. Peyğəmbər sallallahu əleyhi və səlləm deməli 9 zövcəsi elə yan-bayandır. Elə girəndə Bəqiyə girəndə belə təxminən bir 10 metrdən sağda Fatimədir, cənnətdə qadınların seyyidi radiyallahu anhə, onun alt tərəfində qəbrin təxminən 4 dənə qəbirdir. O da Əhl-i Beytdəndir. Baqir radiyallahu anhu, Cəfər-i Sadiq, Həsən, bir də Zeynəl-Abidin. Bir də bəzi rivayətlərə görə Hüseynin başı oradadır, anasının yanında. Ayaq tərəflərində bastırıblar. İbn Teymiyyə deyir ki, səhih budur ki, Hüseynin başı oradadır, ora apardılar. Sonra gəlir, təxminən biraz da addımlayan bir neçə addımdan sonra da gəlir Peyğəmbər sallallahu əleyhi və səlləm zövcələri. Hamısı yan-bayan bastırılıb. Bəqidə dəfinləyiblər. Radiyallahu anhə. Və bu bizim boynumuzda da qardaşlar Peyğəmbər sallallahu əleyhi və səlləmə qarşısında olan bizim boynumuzda haqlardır. Ona görə Əhl-i Beytinə sevmək vacibdir. Əhl-i Beytin, həm zövcələrin, həm Əli bin Əbi Talibin ailəsinin, həm Abbasın, Cəfərin, Aqilin. Bunlar Əhl-i Beyt hamısı. O şəxslərdir ki, onlara sədəqə haram idi və Əhl-i Beyt onlar sayılır. Bizim boynumuzdadır bu haqlar, qardaşlar. Çalış o haqları pozma, nəinki başqa haqlar daxil olmaqla və Allah subhanət hələ bizə eşi faydalardan etsin və bizi fitnədən, fəsaddan qorusun. Allah subhanət hələ müsəlmanlara kömək olsun. Aqul həzə və əstəğfirullah li və ləkum və lisəiril muslimin min kulli zəm əstəğfiruh. İnnehu huvəl-ğafurur-rahim. İxlasla.com saytı tərəfindən təqdim olundu.